Dünya Baxışda izləyəcəksiniz. Suriya ordusu hələbi üsyançılardan almağa çalışır. Nagasaki faciəsinin 67-ci ili. Filipində daşqınlar davam edir. Dünyaya Baxışda gündəlik xəbərləri sizə təqdim edirik. Amerikanın səsi, Washington. Suriya fəallarının bildirdiyinə görə hökumət qüvvələri bugün də Hələb şəhərinin üsyançıların nəzarətində olan hissəsinə hücumlarını davam etdirib. Yerli Koordinasiya Komitəsi və İnsan Haqları Müşahidəçi qrupu döyüşlərin Hələbin bir neçə rayonunda getdiyini bildirib. Çərşənbə günü Suriya ordusunun şəhəri iki tərəfdən qırıcı təyyarələr və hərbi vertolyotlarla hücuma məruz qoyduğu vaxt piyada döyüşçülər üsyançıların mövqelərinə hücum ediblər. Bu arada Suriyanın müttəfiqi İran böhranın aradan qaldırılması məqsədi ilə Tehranda yığıncaq keçirəcəyini deyir. İranın Xarici İşlər Naziri Əl-Əkbər Salehi Tehranın Suriyada atəşkəsə tərəfdar ölkələrlə birlikdə bu ölkəyə humanitar yardım göndərilməsi və dialoq qurulması yolunda müzakirələr aparılacağını bildirib. Yaponiya ABŞ-ın Nagasaki şəhərinə atom bombası atmasının 67-ci il dönümünü andığı bir vaxt rəsmlər nüvə enerjisinin tədricən ləğv edilməsinə çağırır. Nagasaki meri Tomihisa Taue Yaponiya hökumətini radiasiya təhlükəsindən azad cəmiyyətə nail olmaq üçün yeni siyasət müəyyən etməyə səsləyib. Taue'nin çıxış etdiyi 1945-ci il 9 avqust partlayışının epicentri yaxınlığında keçirilən xatirə mərasimində Yaponiya baş naziri Yoshihiko Noda da iştirak edib. ABŞ-ın Yaponiyadakı səfiri John Roos da tədbirə qatılıb. O, hər il keçirilən ənənəvi mərasimə şahidlik edən ilk ABŞ diplomatı olub. Birləşmiş Ştatlar 2-ci Dünya müharibəsinin sonuna yaxın Yaponiyaya 2 atom bombası atmışdı. Bombalardan birincisi Hiroşimaya, ikincisi isə 3 gün sonra Nagasaki'yə atılmışdı. Hiroşimaya hücum nəticəsində 140 min insan, Nagasaki'dəki faciədə isə 70 min insan həlak olmuşdu. Dünyaya Baxış web xəbər bülletenini izləyirsiniz. Çində son zamanlar gündəmdən düşməyən siyasi qalmaqal doğurmuş məhkəmə işi bir neçə saat içində başa çatıb. Prosesdə Çin siyasətçisi Bo Şilayinin həyat yoldaşı Gu Kaylaya qarşı qətl ittiham irəli sürülməyib. Məhkəmə rəsmiləri ölkənin şərqi Hefei şəhərində möhkəm mühafizə olunan məhkəmədə hayküyə səbəb olmuş məhkəmə işindən hakimin hökm çıxarmadığını bildirib. Rəsmilər hökmün nə vaxt çıxarılacağını deməsələr də, prokurorlar cinayət işində əsas günahkarın Gu Kaylay olduğunu bildiriblər. Noyabr ayında Bo Şilayın Komünist Partiyasının lokal lideri olduğu ölkənin cənub-qərb şəhəri Chongqingdə məmurun arvadı Gu və onun xidmətçisi Britaniya biznesmeni Neil Heywood'u zəhərləməkdə ittiham olunurlar. Rəsmilər hesab edir ki, Gu ilə Heywood arasında maliyyə problemi olub və qadın Heywood'un onun oğlunun həyatına təhlükə törətməsindən ehtiyat edib. Təqsirli bilindiyi təqdirdə Gu'nu ölüm cəzası gözləyir. O, bir zamanlar Çin siyasətinin tanınmış siması olan həyat yoldaşı Bo Şilayın vəzifədən çıxarılmasına görə rəsmilərlə əməkdaşlıq etdiyi üçün daha yüngül cəza ala bilər. Daşqına məruz qalmış Filipin paytaxtı Manila şəhərində yenidən leysan yağışları qeydə alınıb. Rəsmilər daşqınlardan zərər çəkmiş 2 milyondan çox insana yardım səylərini davam etdirir. Sakinləri xilas etmək üçün əraziyə qayıqlar göndərilib. Bugün evakuasiya edilən sakinlərin bəziləri gecə leysan yağışlarından sonra evlərinə dönə bilib. Manila şəhərinin Marikina rayonu kimi çaykənarı regionları daşqınlara daha çox məruz qalmış ərazilərdəndir. Rəsmilərin sözlərinə görə, şəhərin çaykənarı ərazilərində yaşayan 2 milyondan çox insan daşqınlardan daha çox ziyan çəkib. 300 mindən çox insan müvəqqəti düşərgələrdə sığınacaq tapıb. Manilada bir həftədən çox yağan yağışlar nəticəsində yaranan daşqınlarda təxminən 20 nəfər həlak olub. Bugün Dünyaya Baxışda sizə çatdıracaqlarımız bu qədər. Vaşinqtondan Amerikanın Səsinin televiziya studiyasından mən Emil Quliyev sizinlə xudafisləşirəm. Siz Amerikanın Səsini həmişə olduğu kimi 3w.amerikanınsəsi.org-da izləməyə davam edin. Sabah eyni ünvanda görüşənədək.